Bakıda ilk xarici şirkət Nobel qardaşları Alfred, Ludwig və Robert tərəfindən təsis edilib. 1882-ci ildə Ludwig Finlandiya, İsveç, Norveç və Almaniyadan daha çox texniki işçini Bakıya dəvət edərək Bakıda qara şəhər kimi tanınan ərazidə yerləşən Villa Petriola adlı bir şirkət qurub. Nobel qardaşlarının müəssisələrində çıxan neft məhsulları qatarla və dəniz yolu ilə Rusiya boyunca Orta Asiya və Avropaya daşınırdı. Bakıdakı Nobel qardaşları şirkətinin loqotipində Suraxanı Atəşşah məbədi təsvir olunmuşdu. Nobel qardaşların gəmiləri Zərdüşt, Məhəmməd, Budda, Brahma, Sokrat və Darwin də daxil olmaqla müxtəlif dini və fəlsəfi şəxsiyyətlərin adları ilə adlandırılıb. 1908-ci ildə Nobel qardaşları şirkəti müxtəlif sənaye sahələrini birləşdirən iri bir kapitalist konserninə çevrilib. Nobellərin neft imperiyasında 25 mindən artıq adam işləyirdi. Tərkibinə əsas kapitalı 150 milyondan çox olan 25 müxtəlif müəssisə daxil idi. Bakıda milyonlar qazanan Nobellərin vəziyyəti 1918-ci ildən pisləşməyə başlayır. Onlar düşünməyə başlayırlar ki, qazandıqları pulları Bakıdan necə çıxarda bilsinlər. Nəhayət ağıllarına gəlir ki, pulları qızıla çevirsinlər və onlardan nəzərə çarpmayacaq əşyalar düzəldib Bakıdan apara bilsinlər. Adi qaydada aparmaq təhlükəlidir. Çünki həmin dövrdə Bakıda baş verən ermənilərin törətdiyi soyqırım və hələ də silahlı erməni dəstələrinin ortalıqda sərbəst dolaşması, ardınca siyasi proseslər, Qafqaz İslam ordusunun Bakının xilasına gəlməsi barədə xəbərlər, Şamiyanın başçılığı ilə Bakıda qurulan qondarma hökumət və s. Nobellərin təhlükəsiz hərəkət edə bilməyəcəklərini göstərirdi. Emanuel Nobel çıxış yolunu tapır. Ən yaxşı zərgərlər və mexaniklər dəvət edir. Çox sayda qızıl sikkə əridir. Onlardan böyük palto düymələri, kəmər başlıqları və hətta ayaqqabılar üçün metal dabanlar hazırlamaq üçün istifadə olundu. Şirkət işçilərinin hər biri bir neçə kiloqram qızıl olan köhnəlmiş paltolar təmin edildilər. Çamadanlarının metal çərçivələri paslı dəmirə bəzədilmiş qızıl çərçivələrlə əvəz edildi və üzərinə qara rəng çəkildi. Deyilənə görə mühəndislər şəxsi əşyalar kimi özləri ilə apardıqları bəzi iş alətlərini də qızıldan hazırlamış, üzərinə mazut çəkilərək şübhədən kənar görünməsi üçün açıq şəkildə çantalara qoymuşdular. O dövrdə kreson lampaları və primus sobaları vacib əşyalar idi. Nobellər daxili hissələri, fitil tutacaqları və üzdükləri qızıldan tökülmüş lampalar hazırlatdılar. Lampalar köhnə və çirkli görünməsi üçün hissə verilir. Gedən şəxslərin əşyaları axtarış ediləndə işçilərin əlləri hirslə çirkləndirməmək üçün onları kənara qoyurdular. Baxmayaraq ki, tək bir lampada 200-300 qrama qədər təmiz qızıl olub. Şirkətin bir çox işçisi özünü mühəndislər kimi qələmə verərək üstlərində milyonlarla dəyəri olan qızıl əşyalarla Bakıdan ayrılıblar. Bu qızıl qaçaqmalçılığı sayəsində Nobellər var dövlətlərinin böyük bir hissəsini xilas edə biliblər. 1920-ci ildə Bakıya daxil olan bolşeviklər bütün neft yataqlarını ələ keçirəndə Nobellərə məxsus zavod və şirkətlərin seyflərinin boş olduğunu görüblər. Onların demək olar ki, bütün sərvətləri artıq İsveçdə idi.